YouTube'dan canlı yayımdayıq. Elnurla Nərmini gördük. Salamlar olsun hamıya, tüm xalqımıza. Bu əlləri görürsünüz, heç vaxt ayrılmayacaq. Bu əlləri heç kim də ayıra bilməyəcək. Ayıra ancaq Allah ayıra bilər bu əlləri. İnşallah. O kadar. Sizin istəyiniz, istəyirsiniz ki, toyunuz olsun. Bəli. O arzunuzu dilə gətirin. Burada da tamaşaçılarımız YouTube'da da eşitsinlər. İnşallah toyumuzdur. Bəzi çatışmamazlıqlarımız var idi. Üst tutduq Xoşgədəm xanıma. Sağ olsun ki, bizi boş qaytarmadı. Boş qaytarmadı və bizə mənəvi dəstək oldular. Bəli. Və xalqımızdan da bunu gözləyirəm, insanlardan da bunu gözləyirəm. Biz artıq bir ayrılmaz ailəyik, bir-birimizi çox sevirik. Bəli. Bütün insanlara, bütün xalqımızın gənclərinə, gənc ailələrə də bir-birlərini çox sevməyi tövsiyə edirəm. Bəli, bizi kimi xoşbəxt olmalarını arzu Evlad edirəm. sahibi olmalarını arzulayıram və hamıya şadlıq, toy, büsat, xoşbəxtlik, əmin-amanlıq dua edirəm Allahdan, arzu edirəm Allahdan. Tanışdığınız harda baş tutdu? Harda görmüsünüz siz? Bakıda. Kim kimi gördü Bakıda. birinci? Kim kimi birinci gördü? Əslində mən xəbər eşitdim, onu çağırdım, gəldi, görüşdü. Bir ay müddətində, ay yarım müddətində o mənə xəstə kimi qulluq elədi, baxdı. Mən ona bir ay maaş verdim. Hətta maaş da verdi sizə. Bəli. Ondan sonra istəmədi. Dedi, Bəs etirafı birinci kim elədi? mən. Sevgisini. Mən. Siz dedi. Və sizin reaksiyanız necə oldu? İlk dəfə deyəndə ki, Elnur sizi sevdiyini biraz Oldu deyəndə. qaldı. Tutuldum amma yox, peşman deyiləm. Həmin dəqiqə cavab verdiniz, yoxsa fikirləşdiniz? 9 gündən sonra. 9 gündən sonra. Görürsünüz, Elnur daha günləri sayıb, axı o günləri sayıb ki, neçə gün. Çünki etirafı özü eləyib bax ona görə. Sonra siz də fikirləşdiniz bu 9 gün ərzində. Gəldi mənə Fikirləşdim, cavab dedim. verdi. Dedi, əgər sənin mənimlə tam şəkildə dövlət kəbini ilə, dini kəbinlə, rəsmi şəkildə evlənmək fikrin varsa, mən sənin əlilliyinə baxmayaraq səndən həyat quracam, səndən ailə olacam. Amma gərək sən Allahın qarşısında söz verəcəksən ki, ölənə qədər mənim əlimi buraxmayacaqsan. İnşallah heç buraxmayacaqlar. Mən də ondan onu istədim və bu əllər birləşdi.